Əgər mən baxmaq istəsəm bütün səhabələrə, Bəli. mənim səhabələrimdən vəfalısı, xeyirlisi yoxdur. Peyğəmbərimiz Əli əleyhissalama neçə dəfə müraciətində buyurur ki, Ya Əli, əntə minni bimənziləti Haruna min Musa, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir, illa ənəhu la nəbiyyə bədi. Fərq budur ki, məndən sonra Peyğəmbər yoxdur. Yəni, sən Peyğəmbər deyilsən, imamsan. Alimlərdən biri bunu buyururdu ki, təəssüflər olsun, Peyğəmbərin böyük-böyük səhabələri Peyğəmbərdən sonra imamət məsələsini dərk eləmirdilər. Yəni, imamət məsələsi onlara çatmamışdı ki, imamət eyni ilə Peyğəmbərliyin davamıdır. Nə onda var idisə, bunda da var. Ona nə itaət vacib idisə, bunda da o itaət vacibdir. Ona görə onlar elə bilirdilər ki, eləyə bilərlər, Əli əleyhissalama ağıl versinlər. Ağa, bunu belə elə, ağa, onu elə elə. Amma əslində, imam vacibül itaədir. Gərək biz ona itaət eləyək. Onun sözünün qabağında söz gətirməyək. Amma səhabələrdən bəzilərində bu mərifət yox idi. Yəni, imamı qeyd etdiyiniz kimi, olduğu kimi tanımamışdılar. Yəni, imamın o mərifətində boşluqları var idi. Kərbalada görür ki, belə deyil. Belə deyil, tam demir, amma İmam Hüseyn əleyhissalamın ətrafında olanlar. Çünki belə deyil desək, ola bilsin işgal eləsinlər ki, o qədər namələr yazıldı. Ümumi baxanda belədir, yenə də itaət yoxdur. Amma Kərbalada şəhid olanlara nisbətdə bunu baxsaq, bəli, onlar itaət elədi, özünə mərifətlə itaət elədi ki, İmam Hüseyn əleyhissalam da onlar barəsində belə buyurur. Fə inni la a'ləmu əshabən əvfa və la xeyrən min əshabi. Səhabələr arasında, peyğəmbərlərdən tut ta bütün imamlara kimi, əgər mən baxmaq istəsəm bütün səhabələrə, mənim səhabələrimdən vəfalısı, xeyirlisi yoxdur. İmamın öz sözüdür. Yəni, imam bu qədər razılıq eləyir öz səhabələrindən ki, onlar vəfalı idilər.